Bu suggest nədir? Ümumiyyətlə bu qayda nədir? 11-ci sinifin qaydasıdır. Hər il buraxılış imtahanına düşən qaydadır və bu ildə yenilikləri olan qaydadır. Mən düşünürəm ki, çətin qayda deyil, proposition kimi yorucu deyil və boşu-boşuna bu qaydadan sual itirməyə dəyməz. Boşu-boşuna bundan sual itirməyə dəyməz. Əksinə, bu qaydadan biz sual qazanmalıyıq. Bu qaydanın cavabını verib bal götürməliyik. Yəni, bir sual düşəcək, amma bir sual da təxminən 3 bala yaxın baldır və bunu boşuna itirmək olmaz bu suala görə. İlk 100 testi lap asandır, sonrası biraz mürəkkəbləşəcək, yeniliklər var, onlara da baxacağıq. O hissələrdə not ala bilərsiniz. Deməli, gəlin birinci dərs mövzu ilə başlayaq. Bizə nə verir? Şərtdə bizə yazır ki, complete the sentences. Bu cümləni tamamla deyir. Yəni, deyir, mən sənə yarımçıq cümlə vermişəm. Bu yarımçıq cümləni deyir, tamamla. Yarımçıq cümlədə verdiyi cümlə baş cümlədir. Verdiyi cümlə, bunlara baş budaq cümləsi deyirik. Verdiyi cümlə baş cümlədir. Sən gətirib bura budaq cümlə qoyub cümləni tamamlamalısan. Sən yadında saxla ki, baş cümlə hansı zamandadırsa, budaq cümlədə ona uyğun bir zamanla getməlidir. Zamanları düzgün uzlaşmalıdır. Bu bir. İkincisi isə budaq cümlə heç vaxt sual cümləsi kimi ola bilməz. Yəni, sənin bura yazacağın cümlə sual cümləsinə bənzəməməlidir. Sual cümləsi kimi olmamalıdır. Yəni, mübtəda xəbər sırasından getməlidir. Mübtəda xəbər sırasından getməlidir. Sual, köməkçi feillər və ya nə bilim, əmizarlar, bunlar qabağa gəlməməlidir. Mübtəda xəbər sırasından getməlidir. O zaman gəlin baxaq. Bizə verib deyir, budaq cümləni tamamlayın. Fikir verin, burada həz C-nin qabağına gəlib. Birinci həz gəlib, sonra mübtəda gəlib. Biz deyirik ki, birinci mübtəda gəlsin. Sıra pozulubdur burada, atıram. Burada will qabağa gəlib, burada did qabağa gəlib. Bunlar olmaz. Budaq cümlə bunları tərkibinə ala bilmir. Bu sual cümləsi olur artıq. Mübtəda gəlməlidir. Does qabağa gəlibdir. Baxın, mübtəda gəlib, C-in gəlib, sonra da feilimiz gəlib, will come. Ona görə də biz cavabı C variantı olaraq götürürük. Budaq cümlənin sırasına görə. Gedək üçüncü suala. Üçüncü sualda da yenə bizə bir uzun bir cümlə yazıbdır. Heç bir dəqiqə atılmaq istəyəni qəbul edim. Aha, müəllimə nə yazılıb? Bir dəqiqə. Mənim imtahanım aprelin 19-udur. Ona kimi dərs olacaqmı? İnşallah çalışaram aprelin 19-una kimi onlayn dərslərə davam edim. Amma yalan söz də vermək istəmirəm. Bir dənə bu martı yola verək, inşallah. Martın 15-i gedəcək uşaqları yola salaq. Allah qoysun, onlardan gözəl nəticə inşallah ki, alaram. O da məni davam etməyə motivasiya edər. O haqda danışarıq, amma hələ ki öncəliyimiz martın 15-indəki uşaqlardır. Çox az vaxtları qalıb. Ondan sonrasını danışacağım, məlumat verəcəyəm dərslər haqqında. İndi davam edirik üçüncü sualla. Yenə bizə bir cümlə veribdir və cümləni deyir, baş cümləni vermişəm, budaq cümləni tamamla. Bu cümlə nə olmamalıdır? Sual ola bilməz. Bax, did qabağa gəlib, does qabağa gəlib, has qabağa gəlib, will qabağa gəlib. Bunlara olmaz, bunlar icazə verilmir. Qətiyyən bunlar qabağa gəlməməlidir. Yəni, bu did qabağa gələndə bu olur sual cümləsi. Does gəlməməlidir, has gəlməməlidir, will gəlməməlidir. Nə gəlməlidir birinci? Mübtədan gəlməlidir. Ona görə də cavabı götürürəm B variantı. Gedirəm 5-ci suala. 5-ci sualda da yenə bizə deyir ki, do you now tamamla deyir. Buradakı sual işarəsi sizi aldatmasın. Bu sual cümləsi deyil. Buradan usta sualı özü düzəldib do you now deyibdir. Bundan sonra yazacağın cümləni suala salma. O özü düşüb suala, sən salma suala. V'dən sonra did qoyub olmaz, V'dən sonra did qoyub olmaz, V'dən sonra will qoyub olmaz, V'dan sonra have qoyubdur olmaz. Baxın, mübtəda xəbər sırasından gedirik, cavab olur D variantı. Deməli, budaq cümlənin tərkibi nə olmalıdır? Mübtəda xəbər sırasından getməlidir. Gedək neçənci suala? 7-ci suala. Can you tell me? Aha, özü sualı verib. Sən deyir, ardını tamamla və ardını suala qoyma. Baxıram, baxın, weather yazıb, sonra is yazıb. Is itin qabağına keçib. Bu yanlışdır da, bu it is olmalıydı. Is itin qabağına keçməməli idi. Bu weather o heç, bu vasitəsi nitqə çevirib deyə gəlibdir. Bununla işiniz yoxdur. Cümləyə axıra qədər baxıram, bu izi itin qabağında görürəm. Bu yanlışdır. Does'ı this'in qabağında görürəm. Bu yanlışdır. Didi you'nun qabağında görürəm. Bu da yanlışdır. Didi itin qabağında görürəm. Bu da suallıq daşıyır. Birbaşa xəbər gəlib götürürəm. Çünki wordda birbaşa xəbər gələ bilər. Deməli, budaq cümlədə ya mübtəda xəbər sırasından getməlisiniz, o zaman qaydada belə deyək, ya da birbaşa təkcə xəbərin özü gəlsin.
ola bilər. Day mübtədası olmasın, birbaşa xəbər gəlsin. Cavab olur C variantı. Mən kaydı başlatmışam. Hə, kayd gedirmiş. Aha, qatılmaq istəyən var. Qatılmaq istəyən var. Onu da əlavə edək dərsə. Aha. Davam edək, davam edək. Bir dənə də sual izah edim. Artıq sizə yönələcəm. Görün vəziyyət necədir. Gələk 9-cu suala. 9-cu sualda deyir complete the sentence və qaydanın hansı qaydanın olduğunu bilmək üçün şərtdə yazır. Cümləni tamamla. Cümləni tamamla, bilin ki, budaq cümlə söhbətidir. Baxın, had Z-in qabağına gəlib. A-da yanlışdır. Bax, C-də, Y-də didlər qabağa gəlib. Yanlışdır. Had Z-in qabağına gəlib yanlışdır. Baxın, Z, sonra had, mübtədam, xəbərim. Cavab olub D variantı. Sıranı sadəcə düzgün aparmalısınız. 11-ci sualda bir dənə izah edək. Will you tell me? Aha, sualı özü qurub, deyirsən tamamla. Baxın, üçüncüdə are you-nun qabağına gəlib. Buna icazə vermirik. Are you-nun qabağına gəlməyəcək, atırıq. Will you-nun qabağına gəlib. Buna da icazə vermirik. Baxın, how you are. Bu düzdür. How long it will. Burada görürsünüz, are-la will, you və it-dən sonra gəlibdir. Düzgün olan 1-lə 2-ni götürməkdir. 11-ci sualın cavabı da olacaq B variantı. Gedək 13-cü suala. 13-cü sual sizdədir. Baxın, bu cümlənin belə ağırlığı sizi qorxutmasın, ürkütürməsin. Sadəcə düzgün sıranı apar. Düzgün mübtəda xəbər sırasından get suala doğru. Sizdədir 13-cü sual. Bir variant şəklində yazın. Başqa içinə yazmayın. Tək bir variant. Yəni cümlə sizi ürkütürməsin. Sıranı izlə get, yəni başqa işinə lazım deyil. Bəli, cavab A variantıdır. Da cümlə uzundur, mən bundan qorxdum. Sualın altında əzilməyin, yəni burada qorxulacaq, dünənki kimi bir mövzu deyil, yəni. Will qabağa gəlib, B yanlışdır. Will qabağa gəlib yanlışdır. Do qabağa gəlib yanlışdır. Do qabağa gəlib yanlışdır. Baxın, all delegates birinci mübtədam gəlib, sonra will gəlib. Bu if niyə gəlir bura? If verir. Bu vasitəsiz nitqə çevirəndə bir bağlantıdır da. Baş cümləni budaq cümləyə onun vasitəsilə bağlayırıq. Ondan sonra cümlə gəlir və o gələn cümlənin tərkibi də mübtəda xəbər olmalıdır. 13-cü sualın cavabı olur A variantı. Gedək 12-ci suala, 15-ci suala gedirik. 15-ci sualda da yenə ara-ara qaydalar çıxacaq qabağımıza. 15-ci sualda isə yenə bir sıra izləyəcəyəm. Baxın, did qabağa gəlibdir mitingi, mən buna qarşıyam. Will qabağa gəlib, mən buna qarşıyam. Will qabağa gəlib, mən buna qarşıyam. Had qabağa gəlibdim, bu da olmaz. Cavab olur Y variantı. Sadəcə sıra izləyirəm, yəni başqa heç nə eləmirəm. Xüsusi heç nə yoxdur. Baxıram. Yenə deyirəm ki, complete the sentences tamamlayıram. Görürəm ki, did Z-in qabağına gəlib qarşıyam mən buna. Have Z-in qabağına gəlib buna icazə vermirik. Did Z-in qabağına gəlib olmaz. Were Z-in qabağına gəlməsin. Bu Z-in qabağına heç nə gəlməsin. Və gələ bilər, onu bağlayır, o heç. Amma bu was-dur, were-dur, have-dir, has-dir, do-dur, did-dir, does-dır, modal feildir, gəlməsin qabağına. Cavab olur B variantı. 19-cu sualda fikir verirsinizsə V-dən sonra iz gəlib. Bu iz qabaqda olmamalıdır. Did qabaqda olmamalıdır. Does qabaqda olmamalıdır. Has qabaqda olmamalıdır. Cavab olur D variantı. Sonra gedək 21-ci suala. Ümid edirəm 2x getmirəm. Musayeva 2x getmirəm. Aha, qatılmaq istəyən var idi. Aha. Deməli, 21-ci suala yenə cümlə verir və deyir cümləni tamamla deyir. Hansı sualdır atacağım? Baxın, were we-nin qabağındadır, did we-nin qabağındadır, have we-nin qabağında olmaz, are we-nin qabağında olmasın. Cavab olsun we, did, Y variantı. Gedək 23-cü suala. 23-cü sualda yenə baxın, did ayın qabağına gəlib atıram, yanlışdır. Sonra gedim digər tərəfə, variantın çoxu burada qalıb. Do ayın qabağına gəlib yanlışdır. Do ayın qabağına gəlib yanlışdır. Aha, burada yeni bir qayda çıxacaq. C ilə D arasında qaldınız. Çünki həm C-də də sıra düzgündür, D-də də sıra düzgündür. Mən neyniyim? Mən necə hərəkət edim? Əgər ki, cümlə when və what time-la başlayırsınızsa, bunu qeyd götürün. Bununla sizi çaşdırma ehtimalı çox yüksəkdir, demin. When və what time-la başlayıbsa budaq cümlə, həmin cümlənin tərkibində have, has bitmiş zamanlıq ola bilməz. Have, has bu cümlənin içinə girə bilməz.
Nə olsun ki, cümlənin sırası düzgün gedib? Nə olsun ki, birinci mübtəda sonra xəbər gəlib? Mənim cümləm venlə başlayıbsa, sıra belə düzgün olsa, mən ora həvhəzi sala bilməyəcəyəm. Bu bizə yanlışlığı göstərir. Ona görə də 23-cü sualın cavabı olur C variantı. İndi bu çox çıxacaq qabağımıza. Bunu bir yerə not alırsınız. Əgər budaq cümlədə when what time-la başlayarsa, cümlənin sırası doğru və ya yanlış olsun, mənə maraqlı deyil. Həvhəz girə bilməz o cümləyə. Bunu not götürürsünüz. 25-ci sualda yenə did gəlibdir qabağa, yanlışdır. Do gəlibdir qabağa, yanlışdır. Will gəlibdir qabağa, yanlışdır. Aha, biz deyirik ki, nə gəlməlidir? Birinci mübtəda gəlməlidir. Min gəlib your words. Min mənası olmaq, your words isə sənin sözlərin. Mənası olmaq feildir. Feil mübtədanın qabağına keçə bilməz. Keçə bilməz. Mübtəda xəbər gəlməlidir. Mübtəda xəbər də D variantındadır. Gedək 27-ci suala. Burada da bir qayda deyəcəyəm ask haqqında. Bizim 4 dənə feilimiz var ki, əgər baş cümlədə varsa bu feillər, biri askdır, bunu yadda saxlayırsınız. Biri telldir, keçmişi told da ola bilər. Biri wonderdır. Biri də want to know-dur. Baxın, want to know, təkcə know yox, want to know. Əgər cümlənin, baş cümlənin son feili bunlardan biri olarsa, bunlardan sonraki cümlə bir də to be interested in olmalıydı da, düzdür? Onu da yazaq. To be interested in. Bu feilləri not götürün. Çıxardacaqlar bunlarla sizin qabağınıza. Bunlardan sonra zət gələ bilməz. Yəni cümlə zətlə başlaya bilməz. Cümlə zətlə başlaya bilməz. Askdır, telldir, tolddur, wonderdır, want to know'dur. Cümlə zətlə başlaya bilməz. Düzdürmü? İndi biz bunu tətbiq edək bura. Aha. Biz dedik ki, bunlardan sonra zət gələ bilməz. Mən bir dənə bunu bu tərəfə qaldırım yazım ki, sualı görə bilək. Dedik ki, bunlardan sonra zət gələ bilməz. Yəni, teldən sonra birbaşa gələ bilməz. İndi gəldik, səndə askdır. Askdan sonra zətlə cümləyə davam edə bilməzsən. Biri bu səbəblə atıram. Olsun ki, cümlənin sırası doğrudur. Dördüncüdə isə did ayın qabağına gəlib. Buna da icazə vermirik. Biz dördləri də atırıq. Cavab olur 2, 3. I had, I fed. Mübtəda xəbər sırasından gedib zətlə də başlamayıb. Feillərdən sonra zət gəlmir. Bunu did götürün. Tel haqqında qabaqda yenə danışacağıq. Teldə istisnai hal var. Amma teldə birbaşa zət gələ bilmir. Yəni sən tel üstə gəl zət deyə bilməsən, daha da danışacağıq. Gedək 29-cu suala. Is zerin qabağına gəlib, yanlışdır. Həvz olsun qabağına gəlib, mübtədanın qabağına, yanlışdır. Həvzeyin qabağına gəlibdir, yanlışdır. İndi qaldınız C ilə D-nin arasında 29-da. Baxaq, 29-a bir daha baxaq. What article must şaha. Must, baxın, she-nin qabağına gəlib. Biz dedik ki, modal verbs she-nin qabağına gələndə bu artıq sual cümləsinə çevrilir. Must-ın yeri burada olmalıydı. She, must, read olmalıydı sıraya görə. Qabağa gəldiyi üçün, mübtədanın qabağına gəldiyi üçün bu da yanlışdır. 29-cu sualın cavabı olur C variantı. Gedək 31-ci suala. Dedi ki, venli cümlənin tərkibinə nə girə bilməz? Has girə bilməz. Həm qabaqdadır, normal yerində də olsa has girə bilmir venli cümlə içinə. B-də did qabaqdadır. D-də had qabaqdadır. Aha, qaldıq C ilə nəyin arasında? Y-nin arasında. Aha, düppədüz gedir. İncəliyək görək problemləri nədir? Aha, burada has taken place indiki bitmişdi. Bura isə keçmiş zamandır. Yəqin ki, zaman uzlaşması gedəcək. Görək, baş cümlə hansı zamandadırsa, budaq cümlə də o zamanla getməlidirmi? Görək, neyə bilirik biz burada? Ay, olabilir, uşaqlar. Venli cümləyə həz girə bilməz axı. Nə zaman? Venli cümləyə həz girə bilməz axı. Bunu atacağıq. Cavab olacaq Y variantı. Bunu bir daha izah edeyim. O həzi görmədim. Bunu bir daha izah edək. Aha. Deməli, baxın, burada A variantda venli cümləyə həz giribdir. Eyni söhbət C-də də var. Venli cümləyə həz giribdir. Buna da qarşıyıq. B-də did qabağa gəlib olmaz. D-də də had qabağa gəlib olmaz. Cavab olur Y variantı. Bəli. Həzi görməmişdik orada. Deməli, gəldik 33-cü suala.
Yenə deyir ki, tamamla. Baxın, dördüncüdə did you-nun qabağına gəlib olmaz. Sonra would you like to know? Would you like to know? Want to know deməkdir də uşaqlar. İstəmək. Bayaq yazdırdım da want to know. Want to know-dan sonra nə gəlmir dedik? Nə gəlmir dedik? Z-lə cümlə başlamır. Ona görə də want to know-dan sonra Z gəlmir. Ona görə də bu Z-lə cümləyə başlaya bilmirik. Cavab olur 1, 3, C variantı. 35-ci sualı artıq siz yazın bizə. Baxın, askla başlayıb düzdür. Yazın görək 33-cü sualı, 35-ci sualı. 35-ci sualı. Qoşulanları kontrol edin. Muratxan adını göstərir, sonra qaçır. Yox da burada. Əli buradadır. Əli, hə, Əli buradasan. İlqar buradadır. Rövşən də buradadır. Aha, deyirsiniz ki, B variantı. Bəli, ask olan cümlədə, baş cümlədə ask varsa, budaq cümlə zətlə başlaya bilməz. Bunu unutmayın. Bu vacibdir. Bunu bilməyən uşaq cavabı A yazacaq. Bunu bilməlisiniz. Vil qabağa gəlmir, vil qabağa gəlmir, vil qabağa gəlmir. Cavab olur B variantı. Möhtəşəm. Gedək 37-yə. Aha. Yenə ask var. Deyəcəydim zət gəlmir, amma zət onsuz da yoxdur. O zaman baxaq görək hansında sual cümləsi var. Baxın, did she-nin qabağına gəlib. Bu yanlışdır. Were business letter-in qabağına gəlib. Bu da yanlışdır. Baxın, müftədası gəlib, xəbəri gəlib. Burada birbaşa xəbər gəlibdir. Bu da mümkün idi. Who və what-dan sonra buna icazə verirdik biz. 2 və 4. Var elə bir cavab var. Cavab olur A variantı. Sonra gedirik 37-ci sualdan sonra gedirik 39-cu suala. He wanted to know. Unutmayın, want to know-dan sonra da bax, ikisi birlikdə olmalı da, təkcə na yox. Want to know-dan sonra da əgər cümlə zətlə başlayıbsa, bu yanlışdır. Buna icazə vermirik ki, başlamayıbdır. Dördüncüdə was she-nin qabağına gəlib. Bu yanlışdır. Did it-in qabağına gəlib. Bu da yanlışdır. Cavab olur 1, 3, A variantı. 41-ci sualda want to know dedik. Want to know-dan sonra cümlə nə ilə başlaya bilməz? Z-lə başlaya bilməz. Başlayıb üçüncüdə. Ona görə bu üçü görün və atın. Üçləri. Aha, müftədam gəlib, xəbərim gəlib. Burada isə birbaşa feil gəlib. Yenə who what olsaydı başlanğıc sözü götürərdim ikini. Çünki bayaqdan bir neçə yerdə götürdük birbaşa feil gələndə. Çünki orada who və what-la başlamışdı cümlə. Burada V-yə də başlayır. V-yə də olmaz o. Who və what-da olar. İkini də atırıq. Cavab olur 1, 4. A variantı olacaq 41-ci sualda. 43-cü sualda yenə baxaq görək, had zeyin qabağına gəlib buna qarşıyıq biz. Had zeyin qabağına gəlib qarşıyıq. Have zeyin qabağına gəlib 1. Ondan da əlavə ən vacib məqam bizim üçün venli cümləyə have-in girməməsi halıdır. Atırıq. Yenə venli cümləyə baxın. Sıra belə düzgün gəlsə, venlə başlayan cümləyə have-həz girməyəcəyi üçün bunu da atırıq. Cavab olur D variantı. Gedirik 45-ci suala. Askdan sonra nə dedik? Gəlmir. Biri want to know-ydı. Onların içində ask da var idi. Zət gəlmir. Zətlə başlayıb A-nı atıram. Had we-nin qabağına gəlib atıram. Had we-nin qabağına gəlib atıram. Had we-nin qabağına gəlib atıram. We had olan B variantını doğru cavab olaraq götürürəm. 47-ci sualda askdan sonra nə gəlmir dedik? Askdan sonra zət gəlmir. Baxın, dəfələrlə dönə-dönə vurğulayıram bunu. A ilə B bu səbəblə gedir. Were children-ın qabağına gəlməməlidir. Were children-ın qabağına gəlməməlidir. Her children were olmalıdır. Cavab olur Y variantı. 49-cu sualda want to know-dan sonra nə gəlmir? Zətlə başlaya bilməz sənin budaq cümlən. Zətlə başlayan D variantını, 4-ü D variantı deyirəm. 4-cünü A. Did you-nun qabağına gələ bilməz. Bunu da A. Cavab olsun 1-lə 3. 1-lə 3. O da Y variantıdır. Burada who-nu niyə götürdük deməyin. Deməyin mübtəda gəlməyib. Who-da birbaşa xəbər gələ bilər. Who ilə vaxtda buna icazə veririk. Digərlərində vermirik. Want to know-dan sonra zət gəlməz 4-ü at. Was he-nin qabağına keçib 3-ü at. He was 2-ni götür.
Was over'da götür. Birbaşa feil gəlib, who'da birbaşa feil gəlməsinə icazə veririk. Yetər ki, bu was he mübtədanın qabağına gəlməsin. Burada feil olaraq gəlib birbaşa. Ona görə də 1-2-ni götürəcəyik. Belə bir sual olsa sizə işlətdirəcəm. 53-cü sual. Wonder'da da xatırlayın ki, Wonder'da da özündən sonra budaq cümlə zətlə başlaya bilməz. Zətlə başlayan onsuz da yoxdur. Yenə də yadınızda saxlayın. 53-cü sualın cavabını yazın. Uşaqlar, yeni qatılanlar var. Bir daha xatırladım. Mən testi izah edərkən cavab yazmayın. Niyə bunu edirəm? Çünki arxada bilirəm ki, əminəm ki, bu testləri mənlə bərabər işləyənlər var. Siz orada cavab yazırsınız, fikir yayınıqlığına səbəb olur. Ona görə cavab yazmayın. Bax, indi mən sizə 53-ü soruşmuşam, rahat olun. 53-ü götürün, yazın, yəni cavabını. Bir variant şəklində yazın. Hansını soruşuram, onu yazın. Mən soruşmadığımın cavabını yazmayın. Əgər cavabı bilirsinizsə, yanınızda bir dəftəriniz olsun. Yazın, mən də deyəndə yoxlayın cavabınızı ki, düzdür, yoxsa səhvdir. İndi yazın, 53 sizdədir. 53-ü yaza bilərsiniz. Nəsə orada hələ bir cavab deyir deyəsəm. Aha, yazın 53-ü. Kimiləri B deyir, kimiləri C deyir. Nədir bu B ilə C sizi belə? B deyən də var, C deyən də var. Hər ikisinin ortaq tərəfi 3-ün olmasıdır. 3-ü deyirsiniz ki, 3 doğrudur. Aha. Amma 1 ilə 4-ü paylaşdıra bilmirsiniz. 4-ü götürməyin, B variantı deyənlər. İz qabağa gələ bilməz axı. İz qabağa gələ bilməz axı. 4-ü atın. 4-ü atın, 1 də qabağa gələ bilməz. 2-ni atın, 1 bu tərəfdə olmalıdır. 1-i götürün. Cavab olsun C variantı. C deyənlər doğru deyirdilər. B deyənlər 4-də biraz 4 tiplilərdə ehtiyatlı olsunlar. Sonra gedək. Aha, indi mən izah edirəm, yazmırsınız. Askdan sonra zət gəlmir. Ona görə B-ni atıram. RV-nin qabağına getməsin. Axıra qədər baxın cümləyə. RV-nin qabağına keçməsin. RV-nin qabağına keçməsin. If we are mübtəda xəbər olsun. Cavab olsun D variantı. Gedək 57-ci sualda. Want to now-dan sonra zət gəlmir. Dönə-dönə deyirəm, gəlmir. Will she-nin qabağına keçməsin. Cavab olsun 1 ilə 4 B variantı. Gedirəm 59-cu suala. Askdan sonra zət gəlmir deyirəm, amma zət yoxdur. Olsaydı atacaqdım. Baxın, biraz sönüb düşüb. If I had-dir birinci, ikinci if had I-dir. Had I-ın qabağına gəlməməlidir. Biz ikiləri nə edirik? Atırıq. Aha, baxın, sıra hamısında düzgün gedir. Cavabı siz yazın da mənə. Cavabı siz yaz. 2-ni mən atmışam. 1, 3, 4 arasında siz mənə seçim eləyə bilərsiniz. Aha. Bir də mənə 4-ü niyə götürmürsünüz? Onu da deyin. 4-ü niyə götürmürsünüz? Nədir ki problem 4-də? Əla. Əla, əla. Onu eşitmək istəyirdim sizdən. Bəli, venli cümləyə hərf. When və what time. What time da buna aiddir. What time da buna aiddir. Həfəz girmir. Ona görə cavab olur 1, 3. Okey, okey. Demək ki, bir şeylər tutursunuz. 61-ci sualda did ayın qabağına gəlib biz buna icazə vermirik. Venli cümləyə həvə də icazə vermirik girməyinə. Cavab olur 1, 3, C variantı. Gedirəm 63-cü suala. 100-ə qədər hələ asan gedir uşaqlar. Word-dən sonra baxın, were zey olub da olmaz. Were zeyin qabağına keçib, bu da olmaz. Ancaq bu ikisini götürməliyik. 1, 2, cavab olur B variantı. 65-ci sualda want to now-dan sonra zət gəlməz. Bunu tətbiq edin, yəni. Sonra cümlə sırasını izləyin. Will zeyin qabağına gəlməsin, will zeyin qabağına gəlməsin, will zeyin qabağına gəlməsin. Cavab olsun B variantı. 67-ci sualda want to now-dan sonra zət gəlməz. Birinci bunu tətbiq et. Sonra will performansın qabağına gəlməsin, will qabağa gəlməsin. Cavab olsun A variantı. Gedək 69-cu suala. Aha, baxaq, has he-nin qabağına gəlib C yanlışdır. Has he-nin qabağına gəlib yanlışdır. Has he-nin qabağına gəlib yanlışdır. Cümlə when-lə başlayıbsa, sırası belə doğru olsa biz ora have-has qoya bilmirik cümlənin tərkibinə. Have və has qoya bilmirik. Had ola bilər, have-has yox amma. Cavab olur 69-cu sualda B variantı.
Gedirik 71-ə. 71-də də wonder'dan sonra zət gəlmir. Unutmursunuz bunu. Amma yoxdur onsuz da. Olsaydı atacaqdım. Daz qabağa gəlib atıram. Voz qabağa gəlib atıram. Did qabağa gəlib atıram. Aha. İndi ya cavab A-dır, ya B-dir. Biz deyirik ki, mübtəda xəbər olsun. Votda da birbaşa xəbər də gələ bilər. Amma bu cümlənin özünün onsuz da mübtədası var. Xəbər o vaxt gəlir ki, cümlənin özünün mübtədası olmasın. Digər insan deyə, other person deyə cümlənin mübtədası var. Deyir, ona maraqlıdır ki, digər insan nə dedi? Birinci other person gəlməlidir, sonra xəbər. Burada birinci Seyid gəlibdir, sonra xəbər gəlibdir. Bu işi olmayacaq. Çünki cümlənin özünün mübtədası var. O fırlanıb qabağa getməlidir. Bu da yanlışdır. Cavab olur 71-də A variantı. 73-cü sualda askdan sonra zət gəlməz, axtarıram, yoxdur, yaxşı. Əm ayın qabağına keçməz, bu artıq sual olur. Həd ayın qabağına keçməz, olmaz. Voz ayın qabağına keçməz, olmaz. Qalırsınız ayla B-nin arasında. Aha, sırada düppədüz gedir. Burada artıq zaman uzlaşması lazımdır. Cümlənin baş cümləsindəki askıt feili keçmiş zamandadır. Deməli, sənin budaq cümlənin tərkibi də keçmiş zaman olmalıdır. Həvvin ola bilməz. Sən bura həvvini qoysan, bu indiki bitmiş zamanı göstərir. Sənin baş cümlən olur keçmişdə, budaq cümlən olur indiki bitmişdə. Zamanların uzlaşmır. Zaman uzlaşmasına da artıq diqqət yetirəcəyik. Bura keçmişsə, burada keçmişə aid nəsə olmalıdır. Ona görə də 73-cü sualın cavabı olur B variantı. 75-ci sualda want to now-dan sonra zət gəlməz. Var imiş zət, ona görə atıram gedir. Will qabağa keçibdi, olmaz. Had qabağa keçibdi, olmaz. Did qabağa keçibdi, olmaz. Cavab olur C variantı. Gedək 77-ci suala. Venli cümləyə has girmir. Venli cümləyə has girmir. Venli cümləyə has girmir. Baxın, bu qayda mənə 3 dənə variant atdırdı. 3 dənə variantı atdırdı. Was iPhone-un qabağına keçib, bu da olmaz. Sual cümləsi kimi olmamalıdır. Ona görə də cavab olur A variantı. 79-cu sualda askdan sonra zət gəlmir. Baxıram, zət yoxdur, yoxdur, yoxdur. O zaman başqa şey eləyək. Did Z-in qabağına gəlməsin, olmaz. Was information-ın qabağına gəlməsin, olmaz. The information was olar. They didn't tell da ola bilər. 1-2-ni götürəcəyəm var, 1-2 var. A olur, A variantı. Gedirik 81-ci suala. Want to now-dan sonra zət gəlməz var, zət yoxdur, yaxşı. Did qabağa gəlməsin, olmaz. Did qabağa gəlməsin, olmaz. His business didn't deyə bilərəm. Storm damage mübtəda xəbərdə deyə bilərəm. 1-3 varmı? Var. Cavab olur 81-ci sualda. 1-3 olacaq. Gedirik 83-cü suala. Wonder'dan sonra zət gəlmir, varmı? Zət yoxdur, yaxşı. Das Saranın qabağına gəlməsin, həz də Saranın qabağına gəlməsin. Sara burada dayansın, sonra xəbər gəlsin. 3-4-ü götürəcəyəm, cavab olacaq D variantı. 85-ci sual sizdədir. Biraz da siz uğraşın. Uşaqlar, cavab yaz. Niyə cavab? Bir dəqiqə, nə baş verir burada? Aha. Bir dəqiqə. Siz cavabı yazın, uşaqlar. Uşaqlar, cavab yazmayın. Mən artıq ikinci dəfədir deyirəm. Üçüncüdə ücə hərəkətə keçəcəm. İndi yazın cavabı, indi yazın. Amma mən işlədiyim müddətcə xahiş edirəm, cavab yazmayın. Mən məcbur olacağım ya mesaj qutusunu bağlayayım, ya da ki sizi kənarlaşdırım. Kənarlaşdırmağı da istəmirəm imtahan ərəfəsi, amma yazmayın. İndi yazın. Mən amma izah edəndə yazmayın. Beynim yandı, yazma deməkdən. Öpüşüm, yazmışsınız B variantı. Are-nin qabağına gəlməz, did-nin qabağına gəlməz. Could da modal verbdir, qabağa gələndə suala çevrilir. Do qabağa gəlməz, cavab olur B variantı. Bəli, doğrusunuz. İndi mən gedirəm 87-ni izah edirəm. Cavab yazmırsınız. Yaxşı, cavab yazmırsınız. Çünki mən izah edəcəm. Bilirsən cavabı götür, tapdın cavabı. Sual qabağındadır. Tapmısan, atıram. Cavabı C tapmısan, yaz ora C variantı. Mən yoxlayanda denən düzdür, mən yoxlayanda denən ki, səhvdir. Sonra yazmağa ehtiyac yoxdur da. Yəni, nə ehtiyac var? Mən deyəndə yazarsınız. Aha.
Voz qabağa gələ bilməz. Da burada deməyin niyə zət gəlməz. Bu da konfirmdir sənin feilin. Konfirmdə elə bir şey yoxdur. Bu feilləri biz askı, wonder'dı, want to know-lı dedik. Voz qabağa gəlməsin. Baxın cümlənin böyüklüyündən əsla ürkməyin də bu qaydada. Voz qabağa gəlməsin, had qabağa gəlməsin, voz qabağa gəlməsin, voz qabağa gəlməsin. Cavab da olsun C variantı. Yazmışdın dəftərə C. Qoy ora bir dənə plus. Yazmayaq, cavab yazmayaq. 89 da məndədir. Askdan sonra zət gəlmir, zət olanı atdım. Voz ayın qabağına gəlib olmaz, voz ayın qabağına gəlib olmaz, voz ayın qabağına gəlib olmaz. Cavab olur A variantı. Yavaş-yavaş gedirik 100-ə doğru. Əsas 100-dən sonra olacaq. As gəlib, asdan sonra zət gəlməz. Var zətlə başlayan? Yoxdur. Yaxşı. Did qabağa gəlməməlidir də. Did the country olmamalıdır da bu. Didə ehtiyac yoxdur. Can you'nun qabağına gələndə bu altı çox suala çevrilir. You can olmalıydı. Does country'nin qabağına gəlməsin. Had presidentin qabağına gəlməsin. Burada heç nəyin qabağına gəlməyib ki, yox. Were gəlib durub axırda. Cavab olsun Y variantı. Gedək 90 neçənci suala? 93 aşağıda qaldı. 93-cü suala. Yazın 93-cü suala. İndi bir variant şəklində yaza bilərsiniz. Bilmirəm neçəyə kimi bitər. Heç bir fikrim yoxdur uşaqlar. Nə vaxtda bitər, necə bitər, 100-dən sonrası necə olar. Getdiyi yerə qədər gedəcək və bu arada sınaq da işləyəcək. Yəni 11-ci siniflər qalıb sınaq işləməlidirlər. Hazırlamışam sınağı. Cavaba C deyirsiniz. Bəli, did qabağa gəlməz, daz qabağa gəlməz, daz qabağa gəlməz, daz qabağa gəlməz. Cavab olsun C variantı. Əla. Gəlin 100-ə doğru mən biraz sürəti artırım. Artıq buralar oturdu sizdə. Qəbula da indiyə qədər bu formatda düşübdür. İndiyə qədər belə düşübdür. Yəni hər ildə düşüb, hər zonaya da düşüb. Askdan sonra zət gəlməz var, zət yoxdur. Yaxşı. Daz qabağa gəlməsin, did qabağa gəlməsin. Venli cümləyə have girməsin. Aha. Must teacher'ın qabağına gəlməsin. Good teacher must have olsun. Ona görə də cavab olsun 95-ci sualda D variantı. 97-də are qabağa gəlməsin. Are the project olub gəlməsin qabağa. 2-3 düzgün sırayla geçsin. Cavab olsun 97-də D variantı. 99-da askdan sonra zət gəlməz. Var, zət var imiş. Atdım o zaman 4-ü. Baxaq görək. Did ayın qabağına gəlib. Bu da yanlışdır. 3-ü də atdım. Doğru sırayla olan 1-2-ni götürdüm. Aha. Gəldik 101-lərə doğru. Aha, buranı da izah edək. Buranı da bir dənə siz izah edin uşaqlar. Bir dənə 101-in də cavabını yazın. 101-i də siz yazın. Bəli. Okey. 101'e deyirsiniz ki, ne deyirlər 101'e? B deyirlər, həm düz deyirlər. Can I olmaz. I can olar. Do I olmaz. Askdan sonra zət gəlmir. Can I da olmaz. Cavab olur B var. Əla. Bura qədər okey. Bura qədər düşünürəm ki, bir şeylər sizə aydın oldu. Bundan sonrakisini tək və cüt olaraq işləyəcəyəm. Həm təkini, həm cütünü işləyəcəyəm. Yəni əsasən bu mövzularda. Bax, xahiş edirəm diqqətli olun. Sadəcə sizdən maksimal diqqət və xırım-xırda qaydalar var. Həqiqətən belə xırım-xırda qaydalardır. Bu qaydaları da mən belə dedikcə özünüzdə not götürün. Çünki ara-ara sualları sizə işlətdirəcəyəm. Xırım-xırda qaydalar var dediyim kimi. Onları bir dənə tətbiq edərək sualların içindən çıxmağa çalışacağıq. Yeni salınmış formatdır, yeniləridir, yeni tipli suallardır. Maksimum diqqət istəyirəm sizdən çıxacaq. Yəni hiss edirəm ki, bu qədər yenilik salıblarsa, ola bilməz ki, bu yenilikdən ən az birini gətirib sizə salmalıdırlar da. Yəni mümkün deyil ki, salmasınlar. Ona görə diqqətli olun, boşuna sual getməsin. Gəlin baxaq, 102-ci sualda bizdən nə istəyir? Deyir ki, düzgün variantı seç deyir. Biz bilirik ki, asklı cümlədə, əgər baş cümlən askla başlayıbsa, budaq cümlən zətlə başlaya bilməz. Askdan sonra zət gəlmir. Cümlə buna görə yanlışdır. Bir cümlələri biz incələməliyik. Bu cümlə buna görə yanlışdır. Ona görə A-nı atıraq zətə görə. İkinci olaraq S ilə bağlı bir qayda deyirəm, not götürürsünüz. S və ya onun keçmişi Seyd olsun.
Ondan sonra bir obyekt əvəzliyi gəlirsə, o obyektin qabağına mütləq ki, to düşməlidir. Obyekt deyəndə obyekt əvəzliyi ola bilər və ya bir insan ola bilər, kiməsə. Say nə deməkdir? Demək. Əgər kimsə nəsə deyirsənsə, o kimsənin qabağına to sözü gəlsin. Məsəl üçün deyirəm ki, müəllimə şagirdlərə deyir. The teacher, bunu bir dənə izah edim, çox da daha izah etməyəcəyəm, bura qədər izah edəcəm. The teacher said, şagirdlər deyirəm, elə də olsun uşaqlar, children. Və bu uşaqlara kiməsə dediyi üçün mütləq qabağına to gəlməlidir. Biri də var deyirəm ki, ümumiyyətlə müəllimə deyir. Amma kimə deyir bilmirik. O zaman toya ehtiyac yoxdur. Amma kiməsə deyirsə mütləq qabağına to gəlməlidir. O zaman bizdə mənə deyirsə, mən də bir insanam. Deməli, mənim qabağıma nə gəlməli idi? To gəlməli idi də bura. Bura to olmalı idi. To burada yoxdur. O zaman bu yanlışdır. Tolddan danışaq. Told haqqında. Bu sayı qeyd götürdünüz də yəqin ki. Say ilə saydı qeyd götürün. 50 dəfə yazmayacağam. Bir dənə bu sualda yazıram. Ara-ara yazacağam. Sonra gəldik tolda. Told olsun və ya onun teli olsun. Fərqi yoxdur. Tel olsun və ya onun tolda olsun. Bunda ehtiyat tələb edirəm sizdən. Diqqət tələb edirəm. Tel və told da demək və söyləmək deməkdir. Tel və tolddan sonra birbaşa zət gələ bilmir. Birbaşa gələ bilmir. Yəni tel zət deyə bilməzsən sən. Told zət deyə bilməzsən sən. Bəs nə vaxt zət deyə bilərəm? Heç mi zət gələ bilməz? Gələr. Gəldiyi yerlər var. Hansı təqdirdə gəlir? Tel və tolddan sonra o kiməsə deyirsəni, o şəxsin adını yazılır. Yəni üstünə gəl obyekt olur. Kimə deyəcəyin şəxs, obyekt əvəzliyi də ola bilər, insan adı da ola bilər. Bundan sonra gəlməlidir zət. Bu halda zətə icazə verirəm. Yəni qısacası sözümün canı odur ki, sizə tel və tolddan sonra birbaşa zət gələ bilmir. Bax belə tappadan zət bunun qabağına gələ bilməz. Heç mi gəlməz? Gələ biləcəyi hal obyekt gələr, kiməsə deyər, araya nəsə girər, belə deyək də, tellə tolu, lori dillə desək, obyekt zad da boş ver. Tel və toldla zətin arasına nəsə girərsə, gətir zəti yapışdır ora. Girməyibsə, birbaşa zəti ondan qoyma. Yəni bunlar yanaşı yola getmirlər də, belə yadda saxlayın. Yanaşı yola getmirlər, araya biri girməlidir. Belə tutunuz söhbəti. Biz tolla zəti bir araya qoya bilmirik. Sonra gəldik D ilə Y-nin arasına. Y-dəki problem nədir? Sənin zamanlarla uzlaşması da düzgün getməlidir. Baş cümləndəki Seyid keçmiş zamandadırsa, sənin budaq cümləndə ona uyğun olaraq keçmişlik daşımalıdır içində. Həz isə indiki bitmiş zamandır. Yəni baş cümlə ilə budaq cümlənin zamanı uzlaşmır. Bunu da atırıq. C-ni də atırıq. Cavab olur D variantı. Bu qədər. Birdən deyərsiniz ki, Seydin to'su yoxdur. Seydə to nə vaxt gəlirdi? Obyekt gələndə he said that deyib cümləyə davam edəcəyik. Aydındır. Ümid edirəm ki, bura sizə okeydir. Gedirik 103-cü suala. Bilirik ki, askdan sonra zət gəlməyəcək. A variantını bu səbəblə atıram. Tellə zət birbaşa yanaşı gəlmir, düşməndilər. Bunu da atıram. Bayaq sizə feillər yazdırmışdım. O feillərin arasında wonder da var idi. Ask idi, wonder idi. Bayaqdan atırsınız. Bu zəti də bura gəlib deyənə. Bu zət bura gəlməməlidir. Bunu da bu səbəblə atıram. Gedir. Sonra gəlirəm bura. Burada isə baxın baş cümlən gəlib. Sənin budaq cümləvi suala salıbdır. Bu ay olmaz idi axı. Bayaqdan atırsınız. 100-ə qədər olan testlərdə şaqqa-şaq atırdıq da biz onları. At da burada da at. Bu ayın qabağına gəlməməlidir. Bunu da at. Cavab olsun D variantı. Gedirik 104-cü suala. 104-cü sualda toldla zət düşməndir. Yanaşı getmirlər. Ahanı atdım. 104-cü sualda. Seyiddən sonra obyekt gəlib də me gəlib. Mənə deyəndə Seyid to me olmalıdır. To me. Yoxdur to'su. Atdım. Birdən deyərsiniz ki, 3'ü də ataq. C variantını ataq. Zət gəlib. Xeyr, zətin arasına me girir. Onda yola gedirlər. Cümlənin zamanı uzlaşıbmı? Told keçmiş, burada keçmişlik daşıyır. Olur. Cavabdır. Seyidin to'su yoxdur deyənə D-ni də atıram. Buna görə səhvdir. Ask olan cümləyə istəyir, obyekt girsin, istəyir girməsin. Fərqi yoxdur. Ask olan cümləni zətlə bağlaya bilmirik. Cavab olur Y variantı da olmur. Cavab olur C variantı. 105-ci sual. Bəlkə sizə həvalə edim. 105-ci sualda askdan sonra zət gəlməz. Bunu bir dənə atım. Çünki sual yarım çıxdı.
Bu yerdə qalan variantın arasında siz biraz fırlanın da. Göstərin görək performansınızı. Sizdədir cavab. Cavab sizdədir. B, C, D, Y. 4 dənə variant qoymuşam. Cavab sizdədir. Cavab sizdədir. Y deyənlər. Y deyənlər. Özünüzə gəlin. Özünüzə gəlin, bir silkələnin. Y'də problem var. Oy, oy, oy. Ürküdürsünüz məni. Qorxudursunuz məni. Y'nin problemi nədir? Y'nin problemi nədir? Niyə mən Y'ni doğru cavab olaraq qəbul etmirəm? Nədir bu Y'dəki problem? Problemi deyin mənə. Həd niyə olmasın ki? İlqar zaman uzlaşır da. Nədir problem var hədlə? Başa düşmən. Hədin ağzı gözü əyilib ki. Niyə olmasın ki? Tod da keçmişlikdir, həd də keçmişlikdir. Nədir Y'nin problemi? Başqadır, başqa. Anakonda vırsın hamınızı. Bu qədər burada boğazımı cırdım. Sizin başınıza dönüm. Bu tod ya da bunun teli. Bunu bilirsiniz ki, zətlə yola getmir. Birbaşa zəti götürmür. Burada razısınız məndən. Amma bu demək deyil ki, öyle todda zət. Bəs zət nə vaxt gəlməlidir? Əgər tel və toddan sonra obyekt giribsə araya, qalınca mütləq nə gəlməlidir? Zəti gətirməlidir. Sənin bu DY variantında obyekt gəlib də, mi gəlib. Onda bura nə gəlsin? Bura nə gəlsin? Bura zət də gəlsin də. Zət gəlməyib axı bura. Y variantı buna görə yanlışdır. B-ni deyən var idi burada. Ay vətəndaşlar. Seyiddən sonra obyekt gələndə to olmalıdır. Seyid to me olmalıydı. Ona görə B də yanlışdır. Qaldınız K ilə D-nin arasında. C'də isə böyle bu cümlələr vasitəli nitqin vasitəsiz nitqə çevrilməsidir. Mən bunu dərsdə izah etmişəm. Və xatırlayırsınızsa demişdim ki, vasitəsiz nitqə çevrilən zaman yesterday'lər çevrilib olur nəyə? Yesterday. Yesterday olur day before'a ya da previous day'ə çevrilməlidir. Bu artıq vasitəli nitqin vasitəsiz nitqə çevrilməsi deməkdir. Yəni burada da yesterday çevrilib olmalıydı day before. Bu da olmayıb deyənə C də yanlışdır. Baxın burada day before olubdu. Ona görə cavab olur D variantı. Buranı yadda saxlayın. Buranı belə tellə zət yanaşı gəlmir. Obyekt olanda mütləq zət gəlməlidir. B variantını deyənlər. C-yə obyekt gəlibsə mütləq to gəlməlidir. Day bunu mən necə deyim? Bunu bir yerə yapışdırın da, bilmirəm day. Beyninizə qoyun. Gedirəm 106-cı suala. Quruluş səhvdir. Me told olmalı idi. If had olmur. B-dir. Sağ ol sənə Rövşən. Rövşən nə deyib ki? Rövşən düz cavab verib ki. Rövşən B-dir daxı. Aha. Gedirik 100-cü suala, 106-cı suala. Aha, 106-cı sualda warn. Warn xəbərdarlıq etmək deməkdir. Və warndan sonra qeyd götürün uşaqlar. Topludan qırağa çıxmayacaqlar. Warn xəbərdarlıq etmək deməkdir və warndan sonra gələn feil, gələn o tamamlıq halındakı feil to-nu götürməlidir. Bunu kompleks obyekt qaydasında, mürəkkəb tamamlıq etmək qaydasındadır. Warndan sonra gələn feil to-nu götürməlidir. İnkarında isə not to götürür də. Yəni not to olmalıdır. Not to üstəgəl feil ya da to üstəgəl feil olmalıdır. Düzdür? Sən də feilin warn'u veribdir. Səni warn'la qorxutmaq istəyir. Yəni burada gəlin seyiddən sonra to olmalıdır. C-ni buna görə ataq. Burada bir dənə bunu işimizi asanlaşdıraq. Tolddan sonra to söhbəti yox idi. Xahiş edirəm bunu ataq. Tolddan sonra heç to danışmadıq da. Tolda zəti ancaq oturtdurmuşuq. Bir də to salmayaq. Getdi. Y variantında don't halı yoxdur. Yəni advice-dan sonra gələn feil necə gəlirdi? To it gəlirdi də. Yəni ya to olurdu ya da not to olurdu. Don't-a ehtiyac yoxdur. Y-ni də atdıq.
Qaldıq A ilə B-nin arasında. Deyirəm, worundan sonra gələn feilə to qoy. Burada itin qabağına to qoymayıb, bax, ona görə A da deyil, cavab olur B variantı. 106-da. Aydın olmayan nəsə varsa, mənə deyin. Başa düşmədiyiniz, tutmadığınız, qavramadığınız, dərk elə indicə mənə deyin, üstündə duraq işləyək. Çünki bunun izahını siz heç yerdən olsa tapa bilməyəcəksiniz. Yoxdur bunun izahı. YouTube-da da baxmışam, yəni müəllimlərin izahına. Bıdı deyib cavab edirlər. Bir niyəsi söhbəti yoxdur, yəni. Niyə elədi onu da demirlər. Nəyisə başa düşmürsünüzsə, başdan soruşun. Yəni mən boş buraxmayacağam da bu mövzunu. Çıxma ehtimalı yüksəkdir. Abituriyent jurnalında da görmüşəm. Bir daha deyirəm, warndan sonra, warn-da advice-da bu kompleks obyekt qaydasından bilirsiniz, kateqoriya feillərindən. Gələn feil ya to-nu alır, inkarda da not to-nu alır. Don't-a ehtiyac yoxdur, həm də to-su yoxdur. Told to me deyə ifadə yoxdur. Said-dən sonra obyekt gələndə to olmalıdır. Warn-dan sonra to qoymalıyıq. A-da qoymayıb, cavab olur B variantı. Qayda budur, yəni o yanı bu yanı yoxdur. 107-ci sualdayam. 107-ci sualda isə aha, görək neynirəm. Baxın, toldla zət birbaşa gəlmirdi də. Burada razısınız məndən. Toldla zət birbaşa gəlmirdi. Getdi. Sənin baş cümlən Seydin keçmişdədir. Sənin budaq cümlən olub da iz indikidə. Uzlaşmır bu da, başla budaq. Sən bilirsən ki, Seydən sonra obyekt gələndə bura Seyd to me olmalıydı. D də yanlışdır. Ona görə də 107-ci sualın cavabı olur A variantı. Getmək istəyirəm 108-ə. Uşaqlar, aydın olmayan nəsə varsa qorxmayın, çəkinməyin, yazın ki, tutmadım, başa düşmədim, qayıdın o suala. Lazım gəlsə 5 dəfə izah edəcəm. Yenə deyirəm, bax sonra deməyin ki, belə oldu. Gedirəm 108-ci suala. 108-ci sualda isə tolddan sonra zət birbaşa gəlmir. Gəlin bunu yelləyək. Ondan sonra qaldıq bunların arasında. Düzdürmü? Görək neyə bilirik? Zaman uzlaşması da eləyə bilmirəm. Çünki hamısı keçmişliklə gedir. Aha. Siz xatırlayırsınızsa, vasitəli nitqin vasitəsiz nitqə çevirəndə qeyd götürün. Xatırlamırsınızsa da qeyd götürün. Vasitəli nitqi vasitəsiz nitqə çevriləndə zis zətə çevrilməlidir. Yəni zislə olmamalıdır o cümlədə, zət olmalıdır. O zaman burada çevirəndə götürüb zisləri saxlayıb da. Axı deyirəm zis zətə çevrilməlidir, çevrilməyib də burada. Ona görə də bunları da atıram. Cavab olur B variantı. Əgər kimsə vasitəli vasitəsiz nitqi bilmirsə, ona artıq burada çətin gələcək. O ayrı bir qaydadır. Çətin bir şey də yoxdur. Başqasının dediyini çevirib deyirik. Və çevirib deyəndə də o adamın dediyi sözü dəyişdirirəm. O adam zislə deyibsə, mən onu zətə çevirməliyəm burada. Bunu da çevirmək üçün zətli olan cavabı götürürəm. Cavab olur B variantı. Qeyd götürün hamısını. Qeyd götürsəniz oturacaq. 109-cu sualı yazın da. 109-cu sual sizdədir. İncələyin bir sualı. Cavab verməyə tələsməyin. Tək baxın. Kimsə tez cavab verirsə, orada panikləməyin. Hamı görürəm ki, tutmayıb söhbətdir. Lap axırda cavab ver. Gözləyirəm. Hamının cavabını gözləyirəm. 15 nəfər var burada. Özüm xaric. 13 nəfər var. Mən vasitəsiz qaydanı bilmirəm. Orada artıq bəs siz hazırlığa getmirsiniz. Bu kənardan qatılan uşaqlar. Siz ingilis dilindən hazırlaşmırsınız. Sizə keçmirlər vasitəsiz nitqi. Yoxsa hamınız özünüz mü hazırlaşırsınız? Hər kəs cavab yazsın uşaqlar. Düşünün, cavabınızı yazın. Tələsməyin. Rövşən, tələsmə. Bezmişəm sənin tələsməyinlə, Rövşən. Tələsmə də. Getmirəm müəllimə. Çətin heç nə yoxdur o qayda. Nərgiz Nəcəfin qayda kitabında o qədər gözəl izah edilib ki, çox belə qəşəng lori dillə, hər bir kəsin başa düşəcəyi şəkildə. Yəni müəllim olmadan da inanın, o qədər gözəl başa düşərsiniz ki, o qaydanı. Nərgiz Nəcəfdən açın, oxuyun vasitəli, vasitəsiz nitqi. Onun izahı YouTube-da var. Bilmirəm, bəlkə magistraturaya hazırlaşan uşaqlar üçün ola bilər. Yəni bilmirəm, o haqda araşdırma eləməmişəm. Amma İMEN-in bu mövzu haqqında araşdırma eləmişəm. Bir neçə izaha da baxmışam, yəni heç xoşuma gəlməyibdir. Onun izahı YouTube-da var. Mən YouTube-a ancaq testlərin izahını atıram. Yəni başqa mövzu izahı atmamışam.
Deməli, 109-cu sualda əksəriyyət deyir ki, Y variantı. Burada əli qoşulubdur. Mən əlinin səsini eşitmirəm də. Bu əli buradadır. Uşaq niyə bir cavab yazmır? Səhv də olsa bir cavab tullasın da bura. Bilək ki, buradadır heç olmayan. En azından bir varlığını bir hiss etdirsin. Yazmır cavab. Bir dənə nöqtə də atmır. Atıb bizi bəlkə də ora gəlib yıxıb yatıb, kəllən qoyub ora. Və niyə cavab yazmırsan? Əli, bir dənə bir şey yaz da. Mən də görüm sən başa düşmüsən. Səhv də olsa başa düşəcəm ki, bu uşaq başa düşməyibdir. Buna qaranlıq qalan bir məqam var. Verdiyin səhv cavaba görə gedib o varianta daha çox fokuslanacağam. Gedək 109-cu suala. Cavab yazın. Səhv də olsa yazın. Olsun da mən gedib baxıb düzəldəcəyik də biz onu. 109-cu suala əksəriyyət yazıb ki, Y variantıdır cavab. Gəlin görək elədirmi? Told me that, aha, bax burada told, obyekt, zət olar. Heç bir problem yoxdur. Deməyin, zətə görə yəqin ki, atmamışsınız. Obyekt gəlinə mütləq zət gəlməlidir. Buradakı problem odur ki, baş cümlə told keçmişdədir, finish indikidədir. Baş cümlə ilə budaq cümlə uzlaşmır. Burada da said keçmişdədir, has finished indiki bitmişdədir. Baş cümlə ilə budaq cümlə uzlaşmır. Çünki vasitənin vasitəsi nitqə çevriləndə uzlaşma getməlidir. B variantı da olmur. Ask olan cümləyə zət gəlmir. Ona görə C variantı da olmur. Sənin baş cümlən saiddir, budaq cümlən finish indiki zamandadır. Keçmişlə indiki zaman yeni uzlaşmır. Baxın, keçmişə keçmiş veribdir. Cavab olubdur Y variantı. Y yazanları alqışlayıram. Gedirəm 110-cu suala. Yazın 110-cu sualı, yazın. Yazıram mən. O nətər olur yazıram, əməlimə prost elə olur. O nətər olur, necə mümkündür? Və nətər indi yazdıqların düşdü? Cavab yazın. Rövşən tələsmə. Rövşən sən xahiş edirəm axırda cavab ver. Deyirəm todla zət düşməndir. Rövşən gedir iminli onları dib-dibə gətirir. Todla zəti yapışdırır bir-birinə. Deyirəm yan-yana gələndə düşməndirlər də yola getmirlər onlar. Hə. Nə deyirsiniz? Baxım görüm nə deyiblər. D deyirlər. Aha, əli. Yazdı cavab. Sonra. Yunisana, Yunisi gözləyirəm. O da cavab versin. Hə, deyirsiniz ki, 110-cu sualın cavabı D variantıdır. Baxaq. Baxaq. Seyid, bax, Seyid tümü doğrudur. Heç bir problem yoxdur ki, belə olmalıdır. Sadəcə Seyid bilirik ki, keçmişdədir. Bura gələcəkdir. Olmadı. Zamanı uzlaşmadı bunları. Bu olmadı. Bu todla zəd yanaşı gəlmir, Rövşən. O vaxt yanaşı gələr ki, araya nəsə girsin. Onda gələr. Belə gəlmir. Yola getmirlər. C-ni də at. Sonra Seyid keçmiş, bura gələcək zaman. Bu da olmadı, uzlaşmadı. Qaldıq ikisinin arasında. Aha, baba, bunları da dəyişdirməlisiniz. Tomorrow dəyişib olmalıdır. Vasitəni vasitəsizə çevirəndə. Bayaq nə dedim? This zətə çevrilir. Yesterday, day before'a çevrilir. Qeyd götürün. Yesterday, day before'a çevrilməlidir. Tomorrow isə çevrilib olmalıdır. Next day. Bizdə də 110-cu sualda A variantında tomorrow qoyubdur. Hər şey babat gəlir. Burada bir dənə cüzaylayıb. Biz yəni vasitəni vasitəsi nitqə çevriləndə zaman uzlaşması, ifadələr və onun zaman zərflərinin üstündə də işləməliyik. Onda cavab qalır D variantı. Yazanları alqışlayıram. 111 uğraşın. 111 sizdədir. 111 sizdədir. Beyninizi işlədin. Aha. Bir şeylər oturur artıq. Bir şeyləri dərk edirsiniz və deyirsiniz ki, bu todla zət düşməndir. Araya nəsə girəndə yanaşı gəlirlər. Belə yola getmirlər. Atdıq. Tomorrow dedik çevrilib olmalıdır. Next. Yaxşı, onu da keç. O da ki yadında qalmır. Todla zət olmur da yola getmirlər. Atdıq. Seyid keçmişdir, vil gələcəkdir. Olmaz, at getsin. Askdan sonra zət gəlmir. Askdan zət də düşməndir. Atdıq. Cavab oldu D variantı. 111-ci sualda. Sonra gedək 112-ci suala. Yazın.
Yazın suggest'e gəlirik. 112-ni də yazın, gedək suggest'e. 112-ni yazın, buranı 30 duraq, biraz da suggest'lə uğraşaq. Görək suggest nədir? Bu nədir? B, Y, B, C. Uşaqlar, xahiş edirəm, sizin başınıza dönüm. Qıracaqlar bir-birlərini. Xalqla zət yanaşı gəlmir. Say it him yox, say it to him olmalı idi. B variantı deyəndə. Say it him yox, say it to him olmalı idi. Sonra gəldik C, D, Y arasına. Aha, o dedi ki, ehtiyatlı ol yolu keçəndə. Burada isə to olmalıdır da. To'dan sonra him gəlibsə, aha, ya bura zət gəlməli idi, ya da to gəlməli idi. İkisindən biri. Ona görə D də olmur. D-ni də atırıq. Qaldıq C ilə Y-nin arasında. He told he, she told he to be careful when crossing. She told, ona dedi. Ona dedi deyəndə ona sözü he deyil axı. Ona sözü himdir. Ona sözü himdir. Ona görə bu da yanlışdır. To be careful, ehtiyatlı ol. Bu da deyə bilərik də. To'dan sonra to'lu ifadə olar. Cavab olur 112-ci sualda da C variantı. Gəldik 113-ə. Suggest-i gözləyirəm. Suggest abituriyent jurnalında qəşəng bir sual verilibdir. Abituriyent jurnalına qoyublar. Bəli, suggest-i gözləyirik. Bu illəri xahiş edirəm. Mən uşaqlara da demişəm, hamıya deyirəm, bir daha deyirəm. Suggest-lə aşk yaşayın, yəni belə pis çıxmasın. Suggest-i sevin. Onun 15 marta qədər onu sevin, yəni. Çünki çıxacaq, hiss edirəm, o gəlib çıxacaq. Suggest nədir? Suggest-i necə çıxaracaqlar qabağa? Suggest ümumiyyətlə təklif etmək deməkdir. Və suggest-lə baxın, görürsünüz qabaqdan nə qədər suggest çıxacaq bizim qabağımıza. Ona görə deyirəm ki, onunla belə aşk yaşayın, sevin onu 15 marta qədər. Yəni belə dostlaşaq ondan. Və görə bizdən nə istəyir suggest? Suggest deyir ki, Suggest-in bizə dediyi odur ki, deyir, məndən sonra birbaşa feil gəlirsə, gerund halında gəlsin. Buna deyir, icazə verirəm. Suggest bizə deyir ki, məndən sonraki gələcək olan feilin qabağına to-nu qoyma, deyir. Mən to ilə deyir, işim yoxdur. Buna deyir, okeyəm, buna deyir, okey deyiləm. To-nu xoşlamır. Suggest bizə deyir ki, məndən sonra deyir, obyekt əvəziyi qoyma. Obyekt əvəziyi deyəndə bilmirsiniz nə deyirəm. Yəni, midi, himdi, bunları deyir qoyma. Midi, himdi, bunlar obyekt əvəziyidir. Hördü, ondan sonra astı, zemdi, qoyma da deyir bunları. Məndən sonra deyir, bunlar gələ bilməz. Bunu da xoşlamıram deyir. Bununla da deyir, aram yoxdur. Bir dənə deyir, birbaşa feil gələndə indi götürsün deyir. Sonra suggest deyir ki, sizə deyir ki, bəs necə gəlsin bu suggest? Yəni, necə istifadə edək biz bu suggesti? Deyir ki, məndən sonra gələ bilər şəxs əvəziyi. Buna deyir, icazə verirəm. Buna deyir, sənə icazə verirəm. Məndən sonra şəxs əvəziyi gələ bilər. Şəxs əvəzlikləri nədir? Deyir, məndən sonra icazə verirəm. Obyektə yox, amma şəxsə deyir, sənə icazə verirəm. Götürün bunları not olaraq. Aydı, yudu, hidi, şidi, vidi, zeydi. Bunlara deyir, icazə verirəm. Bunlara da deyir, icazə verirəm. Bunu hara yazaq? Hara yazım ki, siz görə biləsiniz. Gözümüzün qabağında olsun, yerimdə qalmadı. Hə, bunlar deyir, gələ bilər. Amma deyir, bunlar gələndən sonra deyir, məndən sonraki feil gələcəyi, həmin o feili heç nəsiz yaz, sadə yaz, nə ink qoy, nə to qoy. Ya sadə yaz, ya da şur üstə gəl feil yaz. İkisindən birini yaz. Bunu not alın. Bir daha deyirəm və testin izahına keçirəm.
Suggest deyir bir daha birbaşa feil gələndə inklə gəlsin. Tu ilə feili ümumiyyətlə götürmür. Tu ilə feil gəlmir 1. Suggestdən sonra obyekt əvəzlikləri me, him, her, us, them gəlmir 2. Şəxs əvəzliyi gələ bilməzmi? Gələr. Araya şəxs əvəzliyi girəndə feilin qabağına nə ink qoy, nə tu qoy. Heç birini qoyma. O zaman gedək 113-cü suala. Suggest'in asıq ilə arası yoxdur. Bax, x qoymuşuq. Ona görə atdım. Suggest'dən sonra tu'lu feil gəlmir. Buna da x qoymuşam. Atdım. Suggest'dən sonra ink feili o vaxt gəlir ki, birbaşa gəlsin. Araya heç nə girməsin. Bax, mən araya heç nə qoymamışam. Araya heç nə girməsin. Ona görə 113-cü sualda C-ni də atdım. C-ni də atdım. Suggest'dən sonra birbaşa feil gələndə ilk qoymalıyam. Y-ni də atdım. Suggestdən sonra zət gələ bilər, heç bir problem yoxdur. Şəxs əvəzliyi gələ bilərmi? Gələr, icazə verirəm. Sadəcə şəxs əvəzliyi gələndə nə olmalıdır feil? Sadə gəlməlidir. Gəlibdir, sadə. Gəlibdir. Səndə də gəlibdir, sadə. Gəlibdir. Cavab olsun D variantı. 113-cü sualda cavab olur D variantı. Abturiş işləməmişik, şöyle yadımdadır, ağlımda da abturişinə, narahat olmayın. Onu işlətmədən heç vaxt sizi imtahana göndərmərəm. Suggest. Bəli, suggestlə dediyim kimi aşk yaşayın bu illərim. Yəni, elə də deyirəm, ciddi deyirəm bunu sizə. Bir-birinizi sevin, bir-birinizə sarılın, bir-birinizdən qucaqlaşın. Çünki suggest bizim canımız, ciyərimiz, dostumuz, kankamızdır. Bu illərim elə olacaq suggestlə, belə içli dışlıyıq biz. Dostuq. Ona görə də bu suggestin də özünün belə kaprizləri var. Biraz nazlı qızdır. Deyir ki, feil birbaşa gələndə ing olsun. Tu'nu xoşlamır, sevmir onu. Obyekt əvəzliklərini xoşlamır. Şəxs əvəzliklərindən yola gedir. Amma onda da deyir ki, ink gəlməsin deyir. Deyir, şəxs əvəzliyi gəlsə, ingi də yerlə geçsin deyir. Söhbət budur yəni. Başqa hiçbir şey yoxdur. Bu da oldu suggest. Davam edək dərsi. Allah suggesti yox eləsin. Elə deməyim bə. 113-cü sualda. Gəldik 114-də. Aha da sizə suggest. İşləyin görək. Biraz ekranı böyüdəcəm. Özünüz yaxınlaşdırarsınız. Qayda istəyirəm qabağınızda dursun. Başlayın. 114'te suggest'den başlayın. Başlayın çarpışmağa. Gedecek. O da sizle yola gedecek. Siz onu sevseniz o da sizi sevecek. Çıxmaq istəyən çıxa bilər uşaqlar. Çıxmaq istəyən çıxa bilər. Dərsdədir ki, mənə deyir, mən çıxa bilərəm. Heç Afaqın adını görmədim ki. Xəyal Mirzəyev adıyla qatılan Afaqdır. Bak Allah səni. Mən də bilirəm, qıraqdan qatılandır. Allah, super. Çıxmaq lazımsa çıxa bilərsən. Dərsdən kaydı gedir. Ardını izləyə bilərsiniz YouTube'dan. Dərsin kaydı gedir. Aha, bilsəydim afaqda xüsusi burada diqqət yetirərdim cavablarına. Yox. Əla. Okey, bildim. Aha, uşaqlar nə yazırsınız? Nə yazırsınız suggest-lə? Suggest-lə vəziyyət necədir? Sabah əlavə olacaq mənə. Bəli, sabah canlı əlavə dərsimiz olacaq və çox qəşəng bir sınaq işləyəcəyik. 2 gündür bəli bizi Aysu buradan Google atmır. Yəni Google belə fərqindədir ki, siz imtahana gedəcəksiniz. Ona görə bizi incitmək istəmir. 114-cü suala əksəriyyətiniz B variantı yazmışsınız və belə başa düşürəm ki, həqiqətən suggest-lə dostlaşmısınız. Həqiqətən suggest-i siz sevmişsiniz, o da sizi sevibdir. Cavab olubdur doğru. Suggest tu'nu xoşlamır. Suggest-dən sonra feil ventdə gəlmirdi, sadə zamanda gəlməli idi. Amma şəxs əvəzi gəlsə belə feil sadə gəlirdi. Suggest-dən sonra obyekt əvəzliyi gəlmirdi. Birbaşa feil gələndə ilk gəlirdi. Cavab olur B variantı. Həqiqətən suggest-lə əməlli başlı flörtləşmisiniz. Aha, müəllimə saat 1-də alınır. Aha. Danışarıq da Yunis, onları qrupda danışacağıq. Yaxşı, hələ ki buradayıq. Yenə 115-ci sualda suggest-dəyik. Suggest-i yazaq. 115-ci sualda yazacağım, saatlarda danışacağıq uşaqlar qrupda. 115'i yazaq, bu qaydadan artıq çıxmaq istəyirəm. 140'a qədər gedəcəyik. Biraz da gedək, bu 117'ye qədər gedək biraz da. Aha.
Bəli, sevmisiniz suggesti. Tukla şəxs əvəzliyi gəlir, amma feil keçmişdə gəlmir. Obyekt əvəzliyini sevmir. Advice-dan sonra gələn feili bilirsiniz ki, to götürməlidir. Advice-dan sonra gələn feil to götürməlidir. Bu kompleks obyekt qaydası uşaqlar, onun da online olacaq. Suggest-dan sonra birbaşa feil gəldikdə ing olmalıdır. Cavab olur Y variantı. Möhtəşəmsiniz. Gəldik 116-cı suala. Yenə bir suggest var, orderlar var, advice'lar var. Bunları siz şeydən bilirsiniz. Kompleks obyektdən sonraki to ilə işlənən feillərdir. İng ilə işlənən feillər deyil. O zaman 116-cı sualı işləyin görək. 116-nı da siz işləyin. Niyə bu sualları ən çox sizə işlətdirirəm? Çünki başqa işləyə biləcəyimiz kitab da yoxdur. Yəni ən gözəl burada verilib və sual sayı da azdır, limitlidir. Yəni bunları durub mən işləsəm sizə sual qalmayacaq işləməyə. Ona görə siz işləyin ki, beyniniz biraz muskul damarları belə deyək də açılsın. 116-cı sual sizdədir. Aha, 116-ya da deyirsiniz ki, Y variantı. Suggest-dən sonra to-lu feil gəlmirdi. Suggest to-nu sevmir. Advice-də ing ilə işlənmir. Order-dan sonra to gəlmir. Bir də yes, burada to gəlibdir. Bəs forget, forget-in to-su yoxdur. Olmamalıdır. Suggest to ilə işlənmir. Möhtəşəmsiniz. Cavab olur Y variantı. Süpersiniz. Gəldik 117-ci suala. Vuruşun biraz. Vuruşun. Vuruşun. 117-ci sual. Maksimum diqqətinizi verin 117-ci suala. Maksimum verin. Verin, öldürmüşük day bu dərsi biz. %117-ci sual. Tələsməyin, tələsmədən cavab yazın. Düşünün, üstündə işləyin, sonra cavab verməyə tələsməyin. Əli burada, burada. İlqar burada, burada. Bəli, xüsusi bu uşaqları yoxlamalıyam. Rövşən də burada. Muradxan qaçıb. Vay, vay, vay. Hamısı cavabı oxşayır. Bilirəm Rövşən, hamısı cavabı oxşayır. Allah kahretməsin. Hamısı cavabı oxşayır. Bu da hamısı cavabı oxşayır. Askdan sonra tu gəlməlidir. Bu da cavabı oxşayır. Nətər cavabı oxşayır? Suggest-dən sonra as gələ bilməz. Nətər olur? Order-dan sonra to gəlməlidir. Kompleks object. Ask-dan sonra to gəlməlidir. At getsin. Order-dan sonra to gəlməlidir. Gəlib cavab olur B variantı 117-ci sualda. Yazan var idi, B yazan. Marxan interneti gedib, müəllimə oldu. Biz də bunu yedik. Biz də bunu yedik. Cavab oldu B variantı. Gedirik 118-ci suala. 118-ci sualda isə suggesti yəqin ki, not götürmüsünüz də uşaqlar. Mən dərsdə də soruşacağam ha suggesti. 50 dəfə mənə suggest edizdirməyin. Not götürün onu. Not götürün. Warn-u da bayaq dedim sizə. Warn-dan sonra baxın bu to-lu işlənən feillər var. Warn-dır. Özündən sonra gələn feil to. Ask-dır. Özündən sonra gələn feil to. Order-dır. Özündən sonra gələn feil to. Din bu feilləri dəhşət çox sevir. Advice-dır. Özündən sonra gələn feil to. Expect özündən sonra gələn feil to. Yəni bunları xoşlayır ha. Dimin arası bunlarla belə fantastikdir. Siz də o xoşlayırsa siz də xoşlayacaqsınız. Martın 15-nə qədər onlar nə deyir onu deyəcəyik. Deməli, orderdan sonra to gəlməlidir. Səndə int gəlib, yanlışdır. Askdan sonra to gəlməlidir. Səndə log gəlibdir, yanlışdır. Word'dan sonra to gəlməlidir. D-də təkcə log gəlib, yanlışdır. Y-də də log gəlib, yanlışdır. Cavab C-dir. Unutmayın, bu feillərdən sonra to gəlir. Bunları da sevin, yəni. Yola gedin bunlarla. Martın 15-nə qədər onlar nə deyir? Biz onu getməliyik. 119-cu sual isə bayaq işlədiyiniz qaydalardır. Complete the sentences. Cümləni tamamla. Is he-nin qabağına gəlib olmaz. Was he-nin qabağına gəlib olmaz. Velli cümlədə həfəz işlənmir. Had he-nin qabağına gəlib olmaz. Cavab olur 119-cu sualda da B variantı. Buradan etibarən elə bilirəm ki, cüt gedə bilərəm. 120-ni özünüz işləyərsiniz. Məsəl üçün, verb to now-dan sonra zət gəlmir. Qalanı sizdədir. 121-ci sualda askdan sonra zət gəlmir. Bunu atırıq. Bayaqdan işlədiklərimiz kimidir. Had the teacher-ın qabağına gəlib olmaz. Had the teacher-ın qabağına gəlib olmaz. Venli cümləyə baxın. Has girməz. Bu da yanlışdır. 121-ci sualın cavabı da olur D variantı. 122 sizə getdi. 123-cü sualda askdan sonra zət gəlməz. Atıram. Venli cümləyə have girməz. Atıram. Have, had qabağa keçməməlidir. Atıram. Cavab olur A variantı 123-cü sualda. Sonra gedirəm 125-ci sual isə sizdə deyil, özüm eləyəcəyəm. Is Nikin qabağına gəlibdir. 4-ü atmalıyam. Gedir 125-ci sualda. 4-ləri gəlin ataq.
Sonra baxırıq, who is arguing with Nick. Bunu götürə bilərəm. Nicklə kim dalaşır? Buradan sonra birbaşa gələ bilər. Biri götürəcəyik. Sonra nəyə götürəcəyik? With whom is arguing Nick. Burada işi götürə bilmərəm. Baxın, burada Nick ilə kim dalaşır deyəndə, Nick burada tamamlıqdır. Bizlə gəlibdir. Burada isə Nick dalaşır kimi ilə deyəndə, bu Nick fırranıb, baba Nick fırranıb bura gəlməlidir. Biz bura gəlibsə, Nick də fırransın, bura gəlsin. Gəlmədiyi üçün bu da yanlışdır. Cavab olur 1, 3, C variantı. Sonra gedirəm 127-ci suala. 127-ci sualda venli cümləyə həz girməz. Why-dan sonra does gəlmir. Sual cümləsi olur. Did qabaqdadır. Olmaz. Baxın, it, affects, if affect. Birbaşa feil gəlmir daxı. Mübtəda, sonra xəbər. Birbaşa feil kimdə gəlir? Ancaq who-da və what-da. Mübtəda xəbər olmalıdır. Affect xəbərdir, mübtəda deyil. Traffic affect olmalı idi. Cavab olur A variantı. Gedirik 129-cu suala. Does he-nin qabağına gəlməməlidir. Had he-nin qabağına gəlməməlidir. Did he-nin qabağına gəlməməlidir. Bura həzdir, bura həddir. Sıralama doğrudur. Baş cümlən askıt keçmiş zamandadır. Budaq cümlən həz zamanındadır. Olmaz. Ona görə də 129-cu sualın cavabı olacaq D variantı. Gəldik 130-cu suala. Bunlarla uğraşacağıq. Yenə bir suggest-lə qarşı-qarşıyayıq. Vuruşaq. Suggest sizdə. Suggest sizdə 130. Sizinki gəldi. Cavab verin. Suggest sizdədir. Bəli, deyirsiniz ki, cavab nədir? Y variantıdır. Dördü yəqin ki, qəbul edirsiniz ki, olmaz. Suggest-in obyekt əvəziyi me, him, her asla arası yox idi. Dördləri atırıq gedir. Ondan sonra to. 2-də to gəlibdi. To-nu da sevmirdi bu adam. 2-ni də atırıq gedir. Cavab olur 1, 3, Y variantı. Birbaşa engi götürür. Bir də should qoyla da götürə bilər. Feil sadə gələ bilər. Şəxs əvəzi ilə gəlib. Onunla da arası yaxşı gidir. Sağ ol, vuruşun suggest-nə. Vuruşun. Vuruşun. Lo siento. Əla, möhtəşəmsiniz. Suggest-dən sonra birbaşa ink gələ bilər, götür. Suggest-in asla arası yoxdur, at getsin. Üçləri yellə getsin. Suggest-in to ilə arası yoxdur, asla arası yoxdur. Dördləri də tulla getsin. Cavab olur Y variantı. İndi gəldi suggest-in bacısı. Suggest-in bacısı da rekəmətdir. Suggest nə tər hərəkət edirsə, rekəmət də onun yolun gedir. Suggest hansı yolla gedirsə, rekəmət də onun yolun gedir. Eyni yolu gedirlər, yəni bizə bir-birlərindən fərqi yoxdur. Yəni suggest-də neyinirsə, rekəməndə də onu eləyin. Eyni qaydanı suggest-in yanına ekstra bir dənə də rekəmənd əlavə edin və cavabı tapın. Rekəməndi də bir dənə suggest kimi deyirəm də onun bacısıdır. Bərabər, əkiz bacı, yan-yana gedirlər. Problem valideyndir deməli. Bəli, bunu biraz valideyn üç başlı dünyaya gətirib. 3 dənə əlaqələri var. Deməli, qaydaya suggest-in yanına da bir dənə rekomendi də not olaraq qeyd götürün, sala bilərlər. Və cavab olaraq deyirsiniz ki, qohum evliliyi qadağan olunub. Qardaşı var. Qardaşı da aşk olar da, yəqin ki, qardaş bacı deyə qaydanı əsas öyrənək. Və cavabı deyirsiniz ki, nədir? Nədir? Cavabı bir deyin də bu söhbətə bağladılar. Cavab oldu B variantı. Deyirlər B-dir. Biri götürürlər, razıyam. Başqa nəyə götürürlər bunlar? 2-ni götürürlər, razıyam. Mi ilə arası yox idi, dördləri atırlar. Aha, birbaşa gələndə mi ilə arası yox idi, bunu da atırlar. 5-i də götürürlər, 1, 2, 5, B variantını eləyirlər. Əla, 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 əla. 2 bacını həll elədik, gəldi indi qardaşına. Aha, gəldik qardaşına. Tamam, bağlamayayım da mesaj kutusunu. Bu arada Nuray Musayeva buradadır, by the way.
pulası deyir, yox deyir. Yaxşı. Gəlin 133-cü suala baxaq. Bəs 133-də biz nə etməliyik? Ask nədir? Askın bir xahiş etmək anlamı var. Bir də askın istəmək, soruşmaq anlamı var. Bir xahiş etmək, istəmək, bir də soruşmaq. Ask for olanda özündən sonra something gəlməlidir. Nəsə. Hara yazım? Hara yazım görəsiniz? Dayanın görün. Bura yazsam görürsünüz. Hə, görürsünüz. Deməli, yazaq. Askdan sonra for gələ bilir. Fordan sonra something olmalıdır. Nəsə istəməlidir də, nəsə xahiş etməlidir. Bir də askdan sonra bilirsiniz ki, ask to ilə işlənə bilir. Askdan sonra obyekt gəlir. Obyektdən sonra əgər feil gələrsə, feilin qabağında to-nu istəyir. Okey, yaxşı. O zaman biz nə edək burada? Askın gəlib, sonra assistant da gəlib, sonra feil gəlib, something gəlib. Feil deyil də, bu isimdir də. Deməli, foru götürübdür. Mən birini eləyəcəyəm, götürəcəyəm. Ask gəlib, sonra feil gəlib. Feil gələndə qabağına nə qoymalı idi? Turn-ın qabağına to qoyubdu, qoymayıb. O zaman 2 də yanlışdır. Ask gəlib, sonra feil gəlib, qabağına to-nu qoyub. Bunu da götürəcəyəm. Askdan sonra park. Burada park elə bilərsiniz, birdən o parkda bu park etmək feil anlamındadır. Feilin qabağına nə qoymalı idi? To qoymalı idi da. Qoymayıbdı. 4 də yanlışdır. Cavab 1-3-dür. 1-3 cavabı var idi. Baxaq görək. Bir də görək yuxarıya vəziyyət. Cavab olsun B variantı. Bu askı da qeyd edin. Askı o zaman bir daha deyim. Biraz fərqli deyəcəm. Deməli, askdan sonra isim gəlibsə, belə deməyim də, belə xoşuma gəlmədi. Belə yadınızda qalmayacaq bu sizin. Obyekt deyən kimi aləm vurursunuz bir-birinə. Askdan sonra ask for üstə gəl isim. Nə bilim, sifət isim, elə bir şey. Askdan sonra feil gəlibsə, to üstə gəl feil. Belə yadınızda saxlaya bilərsiniz. Ondan sonra gedirik 100 neçənci suala, 134-cü suala yenə Allah kahretməsin, suggest gəlibdir. Suggestdən sonra me gəlmir, bunu da artıq mən işləyim olmaz. Sonra görək nə edirik? I try harder next time. He said that I should try the next time. Baxaq görək nə edə bilirik biz burada. Aha. Bu doğrudur. 3-də heç bir problem görmürəm. 4-ləri bir dənə atım, işim asanlaşsın. 1, 2, 1, 2. He said that. O dedi ki, I should... Aha, burada da heç... Aha, gördüm problemi. İkincidə baş cümlə, biraz gec gördüm ama. İkincidə baş cümlə keçmiş zamandadır, tolddur. Budaq cümləyə də keçmişlik qoymalıyıq da biz. Var budaq cümlədə keçmişlik, yoxdur. Ona görə 2-də yanlışdır. Amma bu isə ola bilər də. Yəni modal verbs qoya bilərik. Cavab olur 1, 3. 1, 3 cavabı var. Cavab olur B variantı. Okey. O zaman 135 sizdə. Qutarıq az qaldı uşaqlar. 135 sizdə. 135 sizdə. 135 sizdə. Allah yorulduq. 135 deyirsiniz ki, 135'də mi gəlmirdi. Şu ataq. Düzdür. Düzdür. 1 düzdür. 2 bizə 4. 2 və 4 arasında qalmışıq. Aha. Birbaşa ink də gələ bilər. Heç bir problem yoxdur. Bunu da götürəcəyəm. 1, 4, D variantı. Buradakı problem isə bura mi, said mi keçmişdədir. Bura go indikidədir. Uzlaşmır. Əla. 136 sizdə. Yenə rəkəmə suggestion bacısıdır. Yola gedin. Çox suallar deyə tək cüt gedə bilmirəm də. Yəni otursun mövzu sizə istəyirəm. Es keçə bilmərəm. Özünüz də görürsünüz ki, nə qədər sual salıbdır da. Yəni başqa da yoxdur bu tipli sual heç yerdə ki, deyim mən falan test kitabından verərəm işləyərsiniz. 136-da deməli əksəriyyətiniz C, 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 A deyən də var. Tolla zət bir arada olmaz. Ataq. Rəkəmətdən sonra as gəlməz. As gəlib olmaz. 1-3.
C. İlk gəlib. Aha, burada düzdür. 1-3 əla. Ondan sonra 137-də dedik feil gələndə to gəlməlidir. To gəlib, askdan sonra to gəlməlidir. O zaman 137-də mən 1-i götürəcəm. Burada to'su yoxdur. Feil gəlib, close feil gəlib bağlamaq, amma to'su gəlməyib. Suggest to ilə zəhləsi gedir, arası yoxdur. To'su gəlibdir, götürəcəyəm. 1, 4. Bu da məndən gəlsin sizə. Son 2 sualdayıq. Yenə suggestdəyik. Suggestlə bir dənə aşk yaşayın. Tapın cavabı. Suggest yenə sizdədir. Deyirsiniz ki 1-2 birbaşa ingə icazə verirsiniz. Bu hala da icazə verirsiniz. Amma to'ya icazə vermirsiniz. Belə birbaşa da gələndə ingə götürməlidir. Cavab 1-2 oldu. 139. Bundan da bir dənə aşk yaşayın. Hı. A, D, C. Bu niyə belə getdi? A, D, C diye gedirsiniz. Suggest'ten sonra try gəlməz. Birləri at. Order'dan sonra gələn fiil ingi götürmür. Şu da at. 2, 4, 5. Suggest'ten sonra şudlu fiil gələ bilər. Recommend'dən sonra fiil gələndə ing götürməlidir. Suggest'dən sonra we try-da deyə bilərik. Cavab olacaq 2, 4, 5. Aslında burada şud qoymalıydı bu. Çünki zamanların biraz uzlaşması qəribə olur. Amma yenə də verdiyi üçün məcbur götürəcəyik. 2, 4, 5. 140-cı sualda isə ask qaydası ilə qabağınızdadır. Onu işləyin. Askı bayaqdan mənə işlətdirirsiniz. Biraz da siz işlədin. Onu da eləyin, bitirək. Sınaq yazdırmaq istəyirəm uşaqlar. Beşən sınaqdır. Nə deyirsiniz? Yazaq da imtahana az qalıb. Yorulmuşsunuz. Vəziyyətiniz necədir? Halınız, keyfiniz, əhvalınız, ruhunuz. Şöyle ağlamaq sınmayını katır bayaqdan mən. Sabah yazacağıq da, onsuz da hər gün yazmalıyıq. Sabah gəlirik daimən. Ona da başqa sınaq hazırlamışam axı. Bugünə başqa sınaq, sabaha başqa sınaq hazırlamışam. Exhaustedam. Mən də exhaustedam İlqar. I'm so exhausted. Amma qəşəng sınaqdır. Nəyə deyirsiniz? Cavabı nə dedilər bunlar? 1, 4. Gəlin görün, ağzınıza gələni yazdınız deyəsin. Test 140, nə? 143 nədir? Ay, nənə. Yaxşı. Yəni bunu həll edək. The little boy asked me for a sweet. Gələ bilər də bu. 1 ola bilər. The little asked isim gəlibsə, burada nə olmalıydı? For olmalıydı da. For'u yoxdur. 2-ni at. Ask for, ondan sonra məktub kopyası. Bu da mümkündür. For olmalıdır. Burada da for olmadığı üçün atırıq. Cavab olur. 1, 3. 141-də. 141-ci sualda, bu da var imiş ki. 141-ci sualda isə görək nə edirik. Siz yazın görək 141-i. Əslində çətin deyil 141. Yazın 141-i. Asandır 141. Niyə? Köçürək 141-i. Ask for me olmamalıdır. Ask me olmalıydı. Askdan sonra giving gəlmir. Askdan sonra isim gəlirsə for olmalıydı qabağında. C-də yoxdur. Askdan sonra feil gəlirsə to olmalıydı. For gəldiyi üçün cavab Y variantıdır. Gedirik 142-ci suala. 142-ci sualda isə, aha, isn't qabağa gəlibdi, yanlışdır. Isn't qabağa gəlibdi, yanlışdır. Wouldn't qabağa gəlibdi, yanlışdır. Wasn't qabağa, hamısında qabağa gəlib ki, bir dəqiqə.
Bir dəqiqə, bir dəqiqə, bir dəqiqə. Bu olmadı. Bu heç olmadı. I say that it wasn't so vagi that day. Ha, yesterday. Baş cümləni budaq cümləyə çevirəndə axı yesterday dəyişməli idi. Hə. Baş cümləni deməli biz vasitəni vasitəsilə çevirəndə yesterdaylər getməli idi. Onlar dəyişməli idi. Day before olmalı idi. Bura keçmiş zamandadırsa is olmamalıydı. Bura keçmiş zamandadırsa burada keçmiş zaman olmalıdır. Baxaq görək, wasn't olanı götürməliyik. Cavab olsun Y variantı. Wouldn't olanı götürməyəcəyik. Daha wasn't olanı. Əgər wasn't olan olmasaydı, hə, D-ni götürərdik. Cavab olacaq Y variantı. Gəldik 143-cü suala. Tolddan sonra dedik ki, birbaşa nə gəlmir? Zət gəlmir. Bunları ataq geçsin. Tomorrow dedik cümlədə olmamalıdır. Ataq geçsin. Told keçmiş zamandadır. Is istifadə olunmur. Ataq geçsin. Cavab olsun Y variantı. Bu da belə. Mən bir dənə rekordu stop eləyək.